Mən tələbələrimə həmişə iki ölkənin nümunə çəkirəm. Bir ölkənin adı Hollandiyadır, bir ölkənin adı Yaponiya. Hər ikisi kapitalist ölkəsidir, hər ikisi portlar ölkəsidir, hər ikisi vaxtilə imperiya olublar, hər ikisi güclü sənayeyə malikdir, hər ikisinin güclü kənd təsərrüfatı var. Həm Hollandiyanın, həm Yaponiyanın çox güclü təhsil sistemi var, səhiyyə sistemi yüksəkdir, hər ikisinin sosial sistemi çox yüksəkdir. Mən onlara sual verirəm ki, yaxşı bulan fərqi nədir? Fərqi odur ki, Yaponiyada Yaponlar yaşayır. Hollandiyada da hər şeyin icazə verildiyi azad insanlar yaşayır. Belə deyək ki, azad insanlar yaşayır. Hər şeyə icazə var. Bizim yolumuz nə olmalıdır? Bəli, güclü olmalıyıq, amma Yaponlar kimi milli dəyərlərə sadiq bir ölkəmiz olmalıdır. Amma Hollandiyada hər şey azaddır. Təbii ki, 17 yaşlı insan üçün hər şeyin icazə verildiyi yeri seçəcəklər. Biz də 17 yaşında olanda deyirdi ki, hə, bizə azadlıq verilsin ki, biz hər şeydən istifadə edək. Amma artıq müəyyən yaş keçəndən sonra görürsən ki, yox, bu düzgün deyil. Gənc insanlar niyə azad deyirlər ki, yəni ki, Hollandiyada mən daha rahat yaşayarım. Gənc insanlar Yaponiyada yaşaya bilməzlər. Bilirsin niyə? Dəyərlər ölkəsidir. Yaponiyada olanınız olub sizin Yaponiyada. Mən Yaponiyada atıya anaya olan münasibəti, uşaqlara olan münasibəti heç yerdə görməmişəm. Bəzən deyirlər müsəlman ölkələri filan. Mən Yaponiyada olan dəyərləri, ya Çinin özündə olan necə dəyərlər var Çin? Siz Hindistandan danışırsınız, Çində olan dəyərlər. Düzdür, burada din yoxdur. Nə Hindistanda, nə Çində, nə Yaponiyada din yoxdur. Onların dini Konfutsidir, onların dini ataların, babaların ruhudur. Onların dini öz dəyərləridir. Ona görə də biz hesab edirik ki, məsələn, mənim şəxsi fikrimdir, tələbələrimə də deyirəm ki, biz dəyərlərimizi qoruyub saxlamalıyıq. Milli dəyərlərlə qlobal biznesə doğru irəliləmək istədiyimizi deyirik. Amma gənclərin qarşısında konkret nümunələr və real yol xəritəsi demək olar ki, yoxdur. Bir çox hallarda balansdan danışırıq, amma praktikada ya birindən imtina edirik, ya da o birini formal saxlayırıq. Sualım budur. Sizcə bu balansı doğrudanmı saxlamaq mümkündürmü? Və əgər mümkündürsə, bu gün bizə real modelləri deyə bilərsinizmi? Qəşəng sualdır. Siz demişsiniz sual qardaşınızdır. Mən yazmamışam ki onu. Yox. Bu yaxınlarda bir neçə gün bundan Koç Universitetinin rektoru mənim qonağım idi. Metin Siddi. 4 gün ondan bir yerdə qaldıq. Adam ömrünün ümumiyyətlə belə deyirlər də, ömür nədir? İndi 17 yaşa qədər ömür sayılmır da, yeni yetməlik, gənclik. Ondan sonra 20 yaşdan 60 ilə qədər bu məhsullar ömür sayılır, məhsullar. 60-dan sonra da ömürdür. Bu ömrünün bütün Yaponiyada və Amerikada yaşayıb. Adam ömrünün bütün Yaponiya və Amerikada yaşayıb. Türkiyə təzə gəlib. Elə bir dünən Karsdan İstanbula gəlib. Akademik tərəfdə deyirəm. Elə bir dünən Karsdan İstanbula gəlib. Sabancı milliliyini də saxlayıb, böyük bir iş adamıdır. Koçun özü. Bu ancaq Türkiyə xidmət eləyir, Türk millətinə xidmət eləyir. Bu da bir nümunə. Mümkün yoxsa mümkün deyil. Çin şirkətlərini görək, Huawei-in yaradıcısı. Böyük bir, dünyanın ən böyük kampaniyasını yaradıb 87. Düzdür, dövlətin dəstəyi olubdur. Amma gördüyünüz kimi millətə xidmət eləyir, milli dəyərlərini qoruyur, nəhəng də bir şirkət rəhbəri. Yəni görürsünüz, qlobaldan başladıq da. Sonra kimləri çəkək adına? Elə Yahudi milyarderlərini götürək. Hamısı xidmət eləyirlər öz milli dəyərlərinə. Siz baxın, indi bayaqdan Yaponiyada misal çəkək, İsrailin özünü götürək də, Yahudilər. Yahudiləri saxlayan nə oldu? Dövlətləri olmuyor. Sual verəm, minilərinizdə nə saxladı onlar? Hə? Milli dəyərlər. Onlarda olan milli dəyərləri, baxın, indi biz danışırıq da İslam ölkələrindən filan, Yahudilərdə olan milli dəyərləri qorumaq hansı millətlərdə var? Ya İsrail eləyən onun milli dəyərləridir da. Ailə dəyərləri, dini dəyərlər, dilləri,
Elə deyil. Yəni bu dəyərlər həmişə olubdur, olacaq.